Ərazilər, bərabərsizliklər sistemi. Misalların üzərindən izahlara baxaq. Tutalım ki, x tutalım kiçikdir 3-dən. 3-ə də 9 üzərində qeyd edirsiniz. Bərabər işarəsi, baxın, burada yazmamışam, düzdür? 3-ü qeyd elədim, təxminən buradadır. Məsələn, 3-dən kiçik. Bura mənfi sonsuzluqdur, burada müsbət sonsuzluqdur. Yazmağınız vacib deyil. Kiçik dediyinə görə mənfi sonsuzluqdan hara qədər? 3-ə qədər. Belə yazacaqsınız. Mənfi sonsuzluqdan dairə rənglənmirsə, bərabər yoxdursa, açıq mötərizə olur. Aydın olur. Sonra x tutalım ki, kiçik bərabərdir. Məsələn, 2-dən. Ədəd oxunu çəkdim. 2-ni ürəyin harada istəyir, qeyd elə. 2-ni qeyd elədim burada. Bərabər işarəsi var. Deməli, bunu rəngləyəcəksən dairənin içərisində. 2-ni götürdün. Kiçik bərabər deyir. Bura mənfi sonsuzluqdur. Burada müsbət sonsuzluq. Kiçikdir də, düzdür. Deməli, mənfilər beynimizdə formalaşır. Mənfi sonsuzluqdan 2-yə qədər 2-ni də alır. Sonsuzluqların mötərizəsi həmişə açıq mötərizə olur. Nöqtəli vergül 2. Bərabər var, rənglənilir və qapalı mötərizə olur. O deməkdir ki, 2-ni alır. Aydındır buna qədər. Sonra tutalım ki, həll eləmişsiniz. Y böyükdür 5-dən. Ədəd oxunu çəkirsiniz. Məsələn, 5-i harada istəyirsiniz, orada da qeyd edin. Qeyd elədik. Bərabər yoxdur deyə dairənin içini rəngləmədim. 5-dən böyükdür deyir. Bura mənfi ədədlərdir, burada mənfi sonsuz, burada müsbət. 5-dən böyük, böyüklər hara formalaşır beynimizdə? Müsbət sonsuzluğa, düzdür. Bərabər yoxdur, dairə rənglənmir, deməli 5-i almır, açıq mötərizə. 5-dən üzü müsbət sonsuzluğa. Aydındır. Sonra tutalım ki, həll eləmişsiniz, belə bir şey almışsınız. A böyükdür, bərabərdir, tutalım ki, 7-dən. Ədəd oxunu çəkdik. 7-ni ürəyiniz harada istəyir, qeyd edin. Elədiniz 7-ni. Bərabər var deyə dairənin içi rənglənilir. 7-ni qeyd elədim. Böyük deyir. Bura mənfi sonsuzluqdur, bura müsbət sonsuzluq. Böyüklər harada formalaşacaq? Sağında, müsbət sonsuzluq tərəfə. 7-ni alır deyə bərabər var, alır, rənglənir. Onda qapalı mötərizə. 7-dən hara? Üzü müsbət sonsuzluğa. Fikrim aydın olurmu sizə? Desək ki, bu arada, məsəl üçün, elə axırıncı misaldan götürəm. Ən kiçik tam ədəd, 7-dən sonra ən kiçik, elə 7-nin özü də, 7-ni alırsa 7-nin özüdür. Ən kiçik tam ədəd. Ən böyüksə yoxdur, ala-ala gedir. İndi tutalım ki, belə bir şey var. 5x böyükdür 20-dən. Yəni, bura vurmaq deməkdir. X böyükdür 20-ni böləcəksən 5-ə 4-dən. 4-ü qeyd elədim burada. 4-dən böyük deyirsə, 4-dən üzü müsbət sonsuzluğa bərabər yoxdur deyə rəngləmirəm dairəni. 4-ü də almır, 4-dən üzü müsbət sonsuzluğa qeyd edirsən. Sonra ola bilər ki, sizə belə bir misal versinlər. 12 çıx 7x mənfi 1 çıx 8x. Tənlik kimi həll eləyəcəksiniz. Məchullar sola, məlumlar sağa. Bərabərsizliyin hansı tərəfindədir? 8x sağındadır. Sağa keçirdəcəm, sola işarəsi nə olacaq? Dəyişəcək. Önü mənfidir, oldu müsbət. 7x soldadır, solda da qalır. Çıx 7x. Mənfi 1 çıx neçə? 12. Aydındırmı? Soldan sağa, sağdan sola gedəndə işarə dəyişir. Buraya x mənfi 13. Ədəd oxunu çəkdim, mənfi 13-ü qeyd edirsən, mənfi 13-dən üzü müsbət sonsuzluğa. Deməli, mənfi 13-ü almır, üzü müsbət sonsuzluğa. Aydın olurmu? Sonra belə bir bərabərliyi sizlərdən belə bir misal həll eləyək. 2x tutalım ki, böyüdü mənfi 10-dan. X böyüdü mənfi 5-dən. Mənfi 10-u böldüm 2-yə. Mənfi 5-i qeyd elədim, mənfi 5-dən böyük. Bərabər yoxdur deyə dairənin içi rənglənilmir. Mənfi 5-dən üzü müsbət sonsuzluğa və açıq mötərizə. Orada. Mənfi 5-dən nədir? Böyüdür dedik də, düzdürmü? Bura qədər aydın oldu sizə. İndi diqqət eləyəcəyiniz məqam nədir? İşarə dəyişəcək. Tutalım ki, mənfi 2x böyüdür 14-dən. Mənfi x7. Sol tərəfdə mənfini gördün, sol tərəfdə. İşarə dəyişəcək. Böyüdür, düzdür, olacaq kiçik. 14-ü mənfi 2-yə böləndə neçə verir? Mənfi 7. Mənfi 7. Gəlib ədəd oxunu çəkəcəksən, mənfi 7-dən kiçik. Sol tərəfdə mənfi işarəsi gördünüz, işarə dəyişir. Bəli, mənfi sonsuzluqdan mənfi 7-yə qədər.
Mənfi 7-ni almır. Belə bir şey. Mənfi 3 tutalım ki y. Bayaqları böyütmüşdüm. İndi kiçikliyim. Kiçik 21-dən. Y kiçikdir. 21-i bölürəm mənfi 3-ə neçə verir? Mənfi 7. Yəni də mənfi 7-nə də 9 üzərində qeyd edirik. Bəli. Diqqətinə görə təşəkkürlər. İşarə dəyişir. Dedim, başqa şey yazdım, başqa şey. Diqqətinizi yoxlayırdım. Afərin. Mənfi 7-dən nədir? Böyükdür. İşarə dedik, dəyişir. Mənfi 7-dən böyük haradır? Müsbət. Bəli. Mənfi 7-dən üzü müsbət sonsuzluğa və mənfi 7-ni neynəmir? Almır. İndi hər iki tərəfdə mənfi var. Tutalım ki, mənfi 5A böyükdür, bərabərdir. Mənfi neçə olsun? 30-dan. İndi A nə öyrətdim bayaq? Mənfi sol tərəfdə var. İşarə dəyişəcək. Böyük olacaq, böyük bərabər. Olacaq, kiçik bərabər. Mənfi 30-u mənfi 5-ə böldüm, 6. Bərabər işarəsi var. 6-nı neyir? Alır. 6-nı neynədim? Rənglədim. A kiçikdir, bərabərdir. Mənfi sonsuzluqdan hara qədər? 6-ya qədər 6-nı alır, qapalı mötərizə. Bura qədər aydın oldu mu sizə? Məncə bura qədər aydın oldu. Sonra bir-iki dənə belə bir misal üzərindən gedim. Verib ki, belə bir x kvadratı kiçikdir 13x-dan. Amanın günüdür. Çaşarsız x-ları ixtisar eləyəsiniz. Elə bir şey eləmirsiniz. Dəyişənə bölmək olmaz, ixtisar eləmək olmaz dəyişənə. Kök itirərsiniz. Nə edirsiniz? Keçirdirsiniz sola. Ortaq vurğu mötərizə xaricinə çıxardırıq. Başa düşürük. Bunun sıfırlarını tapırsan. Nə zaman sıfır ola bilir? X sıfır olsa, bir də x çıx 13 bərabərdir sıfır olur, x də olur 13. İndi gedirsən ədəd oxunda göstərirsən. Birinci kiçiyə ədəd yazırsan, sonra böyük ədəd yazırsan. Sıfırı buraya yazırsan, 13'ü buraya yazırsan. Bərabər yoxdur deyə, baxın burada, bərabər işarəsi yoxdur deyə sıfırdan 13'ü almır və onu almadığına görə də dairələrin içi rənglənilmir. Aydındırmı? İndi 13'dən ədəd oxu bir də mən sizin üçün aşağı çəkim, sizə tam aydın olsun mənim fikrim. 0, 1, 2, bura təbii ki mənfilərdir, mənfi 3. Burada müsbətlərdir, 1, 2, 3, 4. Təbii ki, gətirirəm beləncə, yerim yoxdur, məhduddur. Yerləşir, məsafələr eyni olmalıdır. Tutalım burada 13, 13'dən sonra 14. Niyə görə bunu yazdım? Həmin o ədəd oxudu. Mən burada çəkmişəm, sxematik olaraq 0-13'ü qeyd eləmişəm. 13'dən böyük ədədlər, baxın. Bax, burada yerləşir də, burada düzdür. 13'dən böyük ədəd birini götür, neçədir? 14'dür, düzdür. Gətir, qoy bura 14'ü yerinə. Burada da, burada da. 14 vur, 14'dən 13'ü çıxanda 1. 14'ü 1'ə vuranda necə ədəd alır? Müsbət, mənfi, müsbət. Ona görə sən bax, bura işarəni müsbət qoyacaqsan. Sonra 0-dan 13'ün arasında bir dənə ədəd götürəcəksən. Bax, 0-13. Bax, 0-dan 13'ə qədər. Bu arada ürəyin hansı ədəd istəyir götür. Məsələn, 4'ü götürək. Bura 4'ü qoydum x-in yerinə. Burada 4'ü qoydum. 4'dən 13'ü çıxanda lazım deyil çıxıb bu ədədi almaq. Sənə lazımdır ki, müsbətli yoxsa mənfidir. Mənfi ədəddir. Mənfi 9. 4'ü də mənfi 9'a vuranda mənfi. Yəni sən sonuçda necə ədəd aldın? Mənfi ədəd aldın. Ona görə bu işarəni, bura 0-dan 13'ün arasında mənfi qoyursan. Çatır fikrim yəqin. Sonra 0'ın hara sol tərəfi, fikir verin, soluna baxıram. 0'ın solu. Burada bir dənə ədəd götürün. Məsələn, hansını götürmək istəyirsiniz? Mənfi 2-ni. Gətirək burada yerinə aparaq, x-in yerinə mənfi 2 qoyaq. Mənfi 2, burada mənfi 2. Bura mənfi 15'i verir. Mənfi 15'i mənfi 2'yə vurandan neçə verir? Müsbət 30. Yəni müsbət. Neçə verməyindən asılı olmayaraq müsbətin mənfisi bizə lazımdır. Burada müsbət ədəddir. Ola bilər ki, götürüb deyərsiniz, ayda, müəllimə bura üstəgə yazdı, çıx üstəgə yazım, gedim. Olmaz. Ola bilər ki, eyni işarələr bir-birinin ardınca gələ bilər. Ona görə ehtiyatınızı saxlayın və yoxlayın. Yoxladığım qaydayla. İndi bizdən hansı aralığı soruşur uşaqlar? Kiçikdir. Kiçik, yəni mənfi aralığı. Deyə buranı soruşur bizdən. Orada da bizim cavabımız nədir? 0-dan 13'ə qədər. Yəqin ki, başa düşdüyü nə demək istəyirəm. Yox, böyüyü soruşsaydı, böyük aralığı soruşsaydı. Mənfi sonsuzluqdan 0-a qədər birləşir 13'dən üzü müsbət sonsuzluğa qədər. Birləşmənin işarəsini bilirsiniz. Sonra belə bir misal deyim sizə.
x çıx 5, burada x kiçikdir 0-dan. Bunu necə eləyəcəyik? x-i belə rahatçılıqla yaza bilərsiniz. Sıfırlarına baxaq. Nə zaman 0 ola bilər? X 0 olanda, nə zaman 0 ola bilər? X 5 olanda. Ədəd oxu üzərində gətirib sıfırlarını göstərirəm. 0 ilə 5. Yenə 5-dən böyük ədəd götürək. Məsələn, buranı yoxlayıram 6. 6, x-in yerinə 6 qoyanda, ay sağ ol, müsbət ədəd alıram. Bura müsbət qoydum. Sonra 0 ilə 5-in arasında bir dənə ədəd götürək. 2 götürək. 2 götürək. Ay sağ ol, x-in yerinə 2 qoyanda, bura verir mötərizənin 2, 2 çıx 5, mənfi 3, 2 mənfi 3-ə vuranda, bəli, mənfi 6. Mənfi verdiyinə görə bura mənfi qoyuram. Tələsib üstə gəl, qoymayın ora. 0-dan sol tərəfdə bir ədəd götürək. Mənfi 2, x-in yerinə mənfi 2 qoyanda, mənfi 7, müsbət. Mənfini mənfiyə vuranda müsbət verir. Mənfi 2 vur, mənfi 7 olur. İndi bizdən hansı aralığı soruşur? Yenə kiçik aralığı soruşur. Kiçik aralığı soruşduğuna görə 0-dan 5-ə qədər və almır. Onsuz da tutalım ki, burada bərabər işarəsi olsaydı da, məxrəcdə x olduğuna görə sən x-i açıq yazacaqdın. Nə olsun ki, orada bərabər var. Çünki 0-a bölmək olmaz, məxrəc 0-a keçir. Fikrimi çatdıra bildim sizə. Amma o birisinin digərini qaralayacaqız 5-i. Sonra belə bir 36, 2 qat bərabərsizlikdir bu. X 36-dan böyük bərabər, 46-dan kiçikdir, belə oxunur. Ortadan başlayıb oxursunuz. Deyir ki, bərabərsizliyin neçə natural həlli var? Bu bərabər varsa, əminsiniz, bərabər varsa, bəli, 36 alır qapalı mötərizə. Bu natural ədədlər bölməsindən öyrətmişdim sizə, xatırlayırsınız. Burada sadəcə biri elə bil qapalıdır, biri açıqdır. Sadəcə 46-dan 36-dan çıxırdıq ondan. Desəydim ki, ikisi də qapalı olsaydı, bəli, belə olsaydı, neçə natural həlli var? 46-dan 36-dan qapalı da özünü gətirirdi də, üstünə biri gətirirdi, 11 eləyərdi. Tutalım ki, ikisi də açıq olsaydı, neçə natural ədəd var? Bəli, ürəkləri açıq idi, açıq mötərizə olur. Bu 36-dan belə də yaza bilərsiniz, nöqtəli vergüllə. Burada qapalı mötərizə bu formada yaza bilərsiniz. Yuxarıdakını yazdım. Burada da açıqdır, çıxardırsınız, biri 9 eləyir, natural ədəd var. Bundan bu qədər. Sonra mənim sizə demək istədiyim nə olacaq? Belə bir bərabərsizlik. X üstə gəl, x bölü 2 kiçikdir 0-dan. Mən sizə nə öyrətmişdim? Kəsrlərlə işləməyi sevmirəm. Ay sağ ol. Yəni, məxrəcdə ədəd olanda, diqqət edin. Dəyişən olanda 3x kiçik artıq həlləri bilirsiniz, yəni bu formada olmur. Hər birini vuracam nəyə? 2-yə. Bunu da vururam 2-yə, bunu da vururam 2-yə, 0-ı yaddan çıxartmayın. Bunu da vururam 2-yə, düzdür, misalın mahiyyətini dəyişdirmir. 2x məqsəd nədən ibarətdir? Kəsirdən azad etmək. X kiçikdir 0-dan, 3x kiçik 0-dan, x təki 0 bölü 3-dən, yəni 0-dan kiçikdir. 0-ı almır, 0-ı qeyd elədim. Dairəni rəngləmirəm, bərabər yoxdur deyə. Kiçik A, sağ ol. Deməli, mənfi sonsuzluqdan hara gəlir, 0-a qədər 0-ı almır. Desə ki, bu x kiçikdir 0-dan. Desə ki, bu aralıqda ən böyük tam həlli. 0-a yaxın olan ədəd ən böyüdür də, mənfi 1, tam həlli mənfi 1. Sonra nə görə bilərik sizinlə? Maraqlı sual. Belə. M 6-dan böyük, 9-dan kiçikdir. Bizdən nəyi soruşur? 3-də 1 M-i soruşur. Deyir ki, 3-də 1 M-i ifadəsini qiymətləndirin. Bərabər yazmayaq, 3-də 1 M ifadəsini qiymətləndirin. Niyə niyəcəksən? Hamısını 3-də 1-ə vuracaqsan. 6-nı vurursan 3-də 1-ə, mən buraya yazım. Götürürəm başqa bir qələm, yəni rahat görsənsin. 6-nı vurdum 3-də 1-ə, bunu vurdum 3-də 1-ə, digərini vurdum 3-də 1-ə. İxtisar eləyəndə nə qalır? 2, 3-də 1-im, nə qaldı? 3. Bəli, ixtisar elədim 3. Qiymətləndirdim. 3-də 1-im 2-dən böyük, 3-dən kiçikdir. Sonra bu tiplərdən danışdım mən sizə. Madam
Başa düşürsünüzsə yazacaqsınız bunları. Belə bir misal ola bilər, görə bilərsiniz. 3 üstəgəl x böl 4 üstəgəl neçə dəqiqə getdi? 15 dəqiqə videonu göndərmək problemi yaradacaq. Bunu deyib dayanıb ardından növbəti videoda çəkirəm. Məmməd ağa diqqətlə qulaq asırsan, nəsə çətinliyin olsa mənə şəxsi də təkrar ikinci videoda qeyd edirəm. Bildirərsən. Digər videonu dinləyən şagirdlərin hər birinə aiddir. Kimə göndərsəm. Məxrəcimdə ədədlər görürəm. Ədəd görəndə nə deyirəm? Azad elə. Məxrəc kəsirdən azad eləyək verilən bərabərsizliyi, yəni 4-lə 2-nin əkobu 4-ə, əkobları 4. Götürürəm, təkrar yazmıram, elə 4-ə vururam, 4-ə vururam. Bunu buradan yaddan çıxartmayan, bunu da 4-ə vurdum. Bəli, məqsədimiz kəsirdən azad eləməkdir, zaten ixtisar edirik. Burada 2 qalır və diqqətli olun. 3 üstəgəl 2 bir önəmi yoxdur. Üstəgəl 2 vurulsun, tələsmə. Heç vaxt tələsmə. Aha, bura 3 üstəgəl x, üstəgəl 6, çıx 2 x. Bax, yəni bunu bura vurdum, bir də bura vurdum. Başa düşürük də yəqin ki. Olur, çıx 2 x. Diqqət edirsiniz, ekran arxasında olanlar. Burada toplamadır, burada çıxmadır. Fərqli işarələri bir-birinə vuranda çıxma verir. Burada isə heç bir işarə yoxdur deyə toplama başa düşülür. Müsbət 2-ni müsbət 3-ə vurub, ona görə müsbət yazmışıq. Böyüdür nədən 0-dan. İndi gedək bunu sadələşdirək. Sizin köməyinizə ehtiyac var. X, çıx 2x. Nə verəcək? Mənfi x-i verdi. 3 ilə üstəgəl 6, üstəgəl 9, böyüdür 0-dan. Mənfi x böyüdür mənfi 9-dan. Bayaq sizə nə dedim? Sol tərəfdə mənfi var, bəli, işarəsini dəyişir. Mənfi 9-u mənfi 1-ə böldüm. Bunun qabağı 1-dir, yazılmaz o. Nə verəcək? 9-dan kiçik. Gəlirsən 9-u qeyd edirsən, 9-dan kiçiklər sol tərəfdədir. Mənfi sonsuzlardan 9-a qədər açıq mötərizə bərabər yoxdur deyə dairə, yoxdur deyə dairə rənglənilmir və 9-un mötərizəsi açıq olur. Burada bizdən deyir ki, bərabərsizliyin ən böyük tam həllini. 9-u almadı axı. Niyə mənfi? Müsbət 8. Ədəd oxunu çəkirəm. Bura 10-dur, bura 9-dur, bura 8-dir, bura 7-dir, 6-dır, 5-dir. Mənfiləri gedir, gəlir. Amma 9-u almır da. 9 açıq mötərizədir, 8 tam nə qədər alır. 9-u alır. Ən böyük tam həlli 8-dir. Sonra